Miqren ağrısından üzərindən gedəsi olsaq deyək, yəni risk faktorları daha çox nələrdir? Ən çox miqreni tetikləyən şeylər yuxusuzluq, aclıq, susuzluq. Bu hətta xəstə bazında dəyişə bilir. Bəzi xəstələr məsələn susuzluğa qarşı aşırı həssas olurlarsa, bəziləri ac qalanda ağrı tetiklənə bilir. Yuxusuzluq ümumilikdə ən çox etkiləyən faktorlardan biridir ağrının başlamasını. Bundan başqa cinsiyyət olaraq qadınlarda hormonal dönəm dəyişikliklərinə bağlı olaraq dönəmsəl, məsələn, aybaşı dönəmlərində daha çox tetiklənir. Hətta menstrual miqren dediyimiz bir forması vardır miqrenin. Bunun dışında yaş faktoru desək ki, orta yaşlarda daha çox görürük miqreni. Məsələn, 20-60 yaş arası, hətta 50 yaş deyim belə. 50-nin üstündə gələn bir xəstədə, məsələn, miqrenin primer başlanğıc, ilk başlanğıc olaraq çox qarşılaşdığımız bir durum deyil. Daha erkən yaşlarda başlar. Hətta uşaqlıqdan, ailəsəl keçişli olanlar uşaqlıqdan başlaya bilirlər. Ailədə varsa, məsələn 8-9 yaşındakı bir uşaq belə miqren ağrısı ilə çox rahat müraciət edə bilər. Genetik şəkildə bu şəkildə var, keçidi var. Bəli, genetik faktor ilə risk faktorlarından biri də genetikdir və genetik keçişlərin hətta gedişatı biraz daha belə şiddətli, biraz daha ağrıya dirəncli ağrılar ola bilir.